Bu həftə Şikayət TV-yə ölkənin müxtəlif bölgələrindən daxil olan müraciətlər növbəti dəfə göstərdi ki, bir çox ərazilərdə elementar təhlükəsizlik və sanitariya məsələləri hələ də həllini tapmayıb. Həftə ərzində yayımladığımız ən aktual və rezonans doğuran problemləri cəlbedicilik və ictimai əhəmiyyətinə görə təqdim edirik. Məktəbin qarşısı təhlükə zonası. Şəmkirdə uşaqlar hər gün risk altındadır. Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən bir nömrəli tam orta məktəbin qarşısında yaranmış vəziyyət həftənin ən ciddi və rezonanslı mövzusu oldu. Məktəb və uşaq bağçasının yerləşdiyi ərazidə səki, piyada keçidi və sürət məhdudlaşdırıcı vasitələrin olmaması uşaqları birbaşa avtomobil yoluna çıxmağa məcbur edir. Yayımlanan görüntülərdən sonra məsələ ilə bağlı aidiyyatı qurumlardan redaksiyamıza rəsmi münasibət daxil olub. Bildirilib ki, ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri ilə bağlı araşdırma aparılır. Şikayət TV prosesi diqqətdə saxlayır. Gəncədə antisanitar vəziyyət, əllərin qurğu sakinləri cana yığıb. Gəncə şəhərində cihaz qayırma zavodu yaxınlığında aylardır təmizlənməyən ərazi sakinlərin səbir kasasını doldurub. Məişət tullantılarının yığılması, üfunət və xəstəlik riski xüsusilə yay aylarında vəziyyəti daha da ağırlaşdırır. Sakinlər ərazinin təcili təmizlənməsini və daimi nəzarət mexanizminin yaradılmasını tələb edirlər. Xəzər bağlarından şikayət, küçə zibilliyə çevrilib. Sumqayıtın Xəzər bağları ərazisində Qara Dərəsi küçəsində illərdir davam edən antisanitar vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Yaşayış evlərinin lap yaxınlığında yığılan tullantılar sakinlərin sağlamlığı üçün real təhlükə yaradır. Sakinlər problemin araşdırılmasını və qanunsuz zibilənmənin qarşısının alınmasını istəyirlər. Lənkəranda qəzalı ağac təhlükə yaradır. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan ağacın elektrik xətlərinin yaxınlığında yerləşməsi sakinlərdə ciddi narahatlıq doğurur. Güclü külək və ya yağışlı havalarda baş verə biləcək təhlükə ilə bağlı dəfələrlə müraciət edilsə də hələlik nəticə yoxdur.